Bura Ukraynada Skyfall fabrikidir. Müəssisədə plastik dronlar 3D printerlərdə yığılır. Daha sonra texniki vasitələrlə təchiz edilir. Şahid dronlarına qarşı hazırda bu aparatlardan istifadə edilir. Ukrayna ordusunun məlumatına görə təkcə fevralda Kiyevdə və ətrafında zərərsizləşdirilən Rusiyanın atdığı dronların 70%-ni bu tip dronlar vurublar. Effektiv olan bu dron tutanların qiyməti $1000 civarındadır. İran tərəfindən dizayn edilən və hazırda Rusiyanın kütləvi istehsal etdiyi Şahid 136 dronlarının hər birinin qiyməti isə 50 min ilə 100 min dollar arasındadır. Həmin dronları vurmaq üçün onlardan dəfələrlə baha olan raketlərdən istifadə edilirdi. Müqayisə üçün deyək ki, Birləşmiş Ştatların məşhur Patriot hava hücumundan müdafiə sistemində istifadə edilən PAK-3 raketlərinin hər biri 4 milyon dollara başa gəlir. İndi isə 50 min dollarlıq Şahidi 1000 dollara vurmaq mümkün olub. Ukraynanın əldə etdiyi bu böyük inkişaf artıq bütün dünyada maraq yaradıb. Hətta şirkət Ukraynanın ehtiyaclarından əlavə ayda 50 minə qədər dron tutanlar istehsal edə və onların da 5 mindən 10 minə qədərini ixrac etməyi nəzərdə tutur. Xüsusən də Ukraynadan başqa hazırda yaxın şərq ölkələrinin xüsusi təyinatlı obyektləri, şəhərləri İran dronlarının, şahidlərinin hücumuna məruz qalır. Biz yaxın şərqdəki tərəfdaşlarımızdan və digər ölkələrdən bununla bağlı sorğular almışıq. Bunların konkret hansı ölkələr olduğu, təşəbbüslər və ya layihələr barədə ətraflı məlumat verə bilmərəm. Məhsulumuz Ukrayna ordusu üçün də, digər ölkələr üçün də dünyanın ən ucuz dronlarıdır. İxrac üçün olsa belə qiymət yenə də ən ucuz olacaq. Çünki dünyada bundan daha ucuz dron tutan yoxdur. Bu məqamda sual odur ki, ucuzdursa keyfiyyəti necədir? Bu dron tutanların hansı imkanlara malik olduğu maraq doğurur. Üstünlükləri, sürəti, manevr qabiliyyəti və istifadəsinin asanlığıdır. Əgər artıq FPV dronunu necə idarə edəcəyinizi bilirsinizsə, bu qurğuya uyğunlaşmaq 3 ya da 4 gün çəkir. Rəqəmsal kamera bağlantısı üzərindən əldə edilən görüntülər mükəmməl, keyfiyyətli olur. Ona görə də hədəfi tanımaq daha asandır. Bax elə bu üstünlüklərinə görə hətta bu dron tutanların düşmən helikopterlərini də vurduğu görüntülər var. Deməli, 1000 dollara, milyonlarla dollar dəyərində olan texnikalar da sıradan çıxarıla bilir. Hələ təkmilləşdirmə də aparılır. İstifadə zamanı xüsusi texnoloji yanaşma bu dronların hava hücumundan müdafiə sistemlərini böyük ölçüdə əvəz edəcəyinə işarə edir. Bizdə dronları ələ keçirmək üçün bir neçə xətt var. Bu o deməkdir ki, bir qrup hədəfə çata bilməsə, digər qrup çatmalı və düşmən üçün onun dronunun aşa bilməyəcəyi bir maneə yaratmalıdır. Düşmən dronu sizə zərbə zonasına doğru uçduqda və onu harda tuta biləcəyinizi müəyyən etdikdə hərəkətə keçmək üçün ən çox 1 və ya bəzən 2 dəqiqəniz olur. Bundan sonra onu tutmaq şansınız çox azdır. Bu problemi aradan qaldırmaq üçün isə dron tutanların yerdəki obyektlərlə əlaqəsi qurulacaq. Yerdəki və ya havadakı hədəflərə dron hücumu zamanı həmin hədəflər ona istiqamətlənmiş uçan zərbə aparatı barədə məlumatı dron tutan şəbəkəyə ötürəcək. Bu isə işin daha sürətli və effektiv görülməsinə imkan yaradacaq. Bu, onların süni intellekt texnologiyası ilə təkmilləşdirilməsi deməkdir. İndiki məqamda isə dron tutanlarla bağlı böyük irəliləyiş Ukraynanın nəinki yaxın şərqdə, həmçinin Avropada vacib tərəfdaşa çevirib. Rəsmi Kiyev artıq dron ixracı ilə bağlı müqavilələrə də imza atır. Şahid dronları ilə mübarizə təcrübəmiz unikaldır. Başqa heç kimin bu cür təcrübəsi yoxdur. Məsələ sadəcə dron tutanlara sahib olmaq deyil. Məsələ onların ümumi hava hücumundan müdafiə sisteminə inteqrasiyasıdır. Ukraynanın təyyarə və digər uçuş aparatları sahəsində təcrübəsi əldə edilən nəticələr bəhrəsini verir. Məsələn, hələ 2021-ci ildə elan edilmişdi ki, Bayraktar TB2 pilotsuz uçuş aparatları istehsal edən Türkiyənin Baykar şirkəti inkişaf etdirdiyi yeni insansız döyüş təyyarələri üçün Ukraynadan mühərrik alacaq. Şirkət mühərriklərin tədarük edilməsi üçün Ukraynanın bu sahədə ixtisaslaşmış müəssisələrindən olan Ivchenko Progress ilə müqavilə imzalamışdı. Hazırda yaxın şərqdəki münaqişə nəticəsində həm də Ukraynanın dronlarla mübarizə üçün ixtisaslaşmış mütəxəssisləri region ölkələrinə səfər etmişdi. Deməli, Ukrayna dron tədarükü ilə bərabər xidmətlərini satmaq üçün əlverişli bazar tapıb. Özü də bu bazar Körfəzdə yerləşən varlı ərəb ölkələrdir. Dünyada sayları azalmayan münaqişələr, müharibələr səbəbindən alıcı bazarı həmişə olacaq. Hətta görünür ki, daha da bu bazar böyüyəcək. Bir misal, dron və digər texnoloji məhsullar istehsal edən İsrailin Elbit System şirkətinin aldığı sifarişlər 2024-cü ildə 22,6 milyard dollardan 2025-ci ilin sonunda 28,1 milyard dollara yüksəlmişdi. Bunun 72%-i xaricdəki sifarişlərə aiddir.
Müştəri həmişə məhsulu yoxlayaraq alır. Müharibələr çoxaldıqca da döyüş meydanında sınaqdan çıxan bu məhsulların alıcıları çoxalır. Müştəri məmnuniyyəti üçünsə dronlar daha da güclü zərbə endirməli və ya zərbəni dəf etməlidirlər.